İxtisas seçimi mərhələsində olan abituriyentlər bir çoxu jurnalistikaya maraq göstərirlər. İllərin təcrübəli və ustad jurnalisti kimi jurnalistikaya maraq göstərən abituriyentlərə tövsiyələriniz nə olardı? Jurnalistika sözü nə qədər sadə ifadə olunsa da dildə, amma bir o qədər də çətindir. Jurnalist birinci özü möhkəm insan olmalıdır, möhkəm iradəyə malik olmalıdır ilk növbədə. Bu birincidir. Ondan sonra cəsarətli olmalıdır. Ondan sonra jurnalistin hər hadisələrə özünün müstəqil baxışları olmalıdır, neytral baxışları olmalıdır. Hər hadisəni özünün şərh etmə qabiliyyəti olmalıdır. Jurnalist hər bir ixtisasın sahibi deyil, amma hər bir ixtisasa öz baxış nöqtəsi olmalıdır. Onları izah etmək, onları efirə gətirmək baxımından, mətbuata gətirmək baxımından. İlk növbədə jurnalistika böyük istedad tələb edir. Hər bir elmdə var istedad tələbatı. Amma jurnalistika da xüsusidir. Cəsarət və özünün şəxsi düşüncələrin və neytral fikirləri. Abituriyentləri narahat edən bir məqam da var. Süni intellektin, robotların və müasir tətbiqlərin müxtəlif ixtisasları əvəz elədiyini şahid oluruq. Bəs bu texnologiya jurnalistika peşəsini aradan apara bilərmi? Ümumiyyətlə, mən inanmıram ki, süni intellekt hər hansı bir sahəni aradan apara bilsin. Çünki süni intellektin özünü belə insanlar idarə edir. İnsan şuuru idarə edir. Düzdür, bir qədər indiki zamanda bu çox səs-küy salır, yəni biraz qorxulu məqamlar yaradır. Amma əslində qalsa, məncə yox. Çünki insan şuurunu heç nə əvəz edə bilməz.